Zərf işlənməyən cümləni müəyyən edin. A. O əlini üzünə çəkib saçını yığdı. Bu cümlədə çəkib feili bağlamadır, zərf deyil. Uşaq yerə döşənib hönkür-hönkür ağladı. Hönkür-hönkür sözü zərfdir. Buludlar birdən-birə istiqamətini dəyişdi. Birdən-birə zərfdir. Yağışın yenicə islatdığı cığırla addımladı. Yenicə sözü zərfdir. Atlılar tez yanımızdan ötüb kəndə keçdilər. Tez zərfdir, ötüb feili bağlamadır. Zərf işlənməyən cümlə olur A bəndi. Hansı cümlədə kimi sözü köməkçi nüsxəsi kimi işlənməmişdir? Göylər yaralı şir kimi bərkdən nərildədi. Yaralı şir kimi burada bənzətmə qoşmasıdır. Onun dərdi də bahar yağışı kimi ötüb keçdi. Yenə yağışa bənzətmə qoşması, yağışı kimi. Qızlar durna qatarı kimi sıralanıb süzürdülər. Durna qatarı kimi. Yenə eyni məzmunlu qoşmadır. Dünənə kimi qanı qara idi, indi işləri düzəlib. Dünənə kimi zaman məzmunu bildirən sözə qoşulmuş qoşmadır. Kimi yorulduğundan yatır, kimi də qəzet oxuyurdu. Buradakı kimi qeyri-müəyyən əvəzlikdir bu cümlədə. Yəni, sualda deyir ki, hansı cümlədə kimi sözü köməkçi nüsxəsi kimi işlənməmişdir? Cavabımız olur Y variantı. Kimi sözü əvəzlik kimi işlənib. Onlar doğma adamlar kimi görüşdülər. Cümləsində cümlə üzvlərinin işlənmə ardıcıllığını müəyyən edin. Əvvəlcə cümləni təhlil eləyək. Nə etdilər? Görüşdülər. Kim? Onlar. Necə görüşdülər? Adamlar kimi. Necə adamlar kimi? Doğma adamlar kimi. Deməli, burada mübtada, təyin, zərflik, xəbər. Cavabımız olur mübtada, təyin, zərflik, xəbər A variantı. Həm baş, həm də budaq cümləsi müəyyən şəxs olan tabeli mürəkkəb cümlələri müəyyən edin. Cümlələri oxuyaq görək, cavab hansıdır? 1. Onun gözləri doldu, biz özümüzü görməzliyə vurduq. Bax, bu cümləni çıxacaq. Niyə? Bizdən tabeli mürəkkəb cümlə istəyir. Bu tabeli mürəkkəb cümlə olduğuna görə biz bu cümləni çıxırıq. Yəni, onun gözləri doldu, amma ancaq lakin biz özümüzü görməzliyə vurduq. Qarşılaşma ilə tabeli mürəkkəb cümlədir. Bəndlərdə bir olan variantları çıxdıq. Cavabımız ya budur, ya bu. 4-ə baxıb vaxt itirməyə ehtiyac yoxdur. Siz baxmazsınız. Ya 2, ya da 3-dür cavab. Bizdən həm baş, həm budaq müəyyən şəxs olan cümləsi. Elə ki, dostlarım gəldilər, ağrazlarım yox oldu. Gəldilər kim? Dostlarım yox oldu. Nə? Ağrazlarım. Hər ikisi müəyyən şəxsdir? Bəli. Zaman budaq cümlə, tabeli mürəkkəb cümlədir? Bəli. Deməli, cavab olacaq C variantı 2, 4. 3-ə baxaq hər ehtimala qarşı. Əgər kömək etsəydilər, bu müəyyən şəxs cümlə deyil, artıq qeyri-müəyyən şəxs cümlədir. Əvəzini görərdilər. Bunların hər ikisi qeyri-müəyyən şəxs cümlədən ibarətdir. Ona görə də 3-ü nə edirik? Çıxırıq. Cavabımız C bəndi olur. Nümunələrdən hansı həm sabit, həm də frazeoloji birləşmə kimi işlənə bilir? A bəndini çıxırıq. Niyə? Ümumiyyətlə, söz birləşməsi və frazeoloji birləşmələr defislə yazılmaz. Ona görə də A-nı çıxdıq. Cavabımız A olmayacaq. C-ni də çıxırıq. Niyə? Çünki kömək etmək nədir? Mürəkkəb sözdür, söz birləşməsi deyil. Yəni, frazeoloji birləşmə kimi işlənə bilmir. Cavabımız B, D, Y-lərdən biri olacaq. D-ni də çıxırıq. Niyə? Çünki qulaq asmaq ancaq frazeoloji birləşmədir. Bu, sabit söz birləşməsi kimi, yəni qulağı asmaq kimi düşünülə bilməz. D-ni çıxdıq. Aralarında söz olmaq da, yenə arada söz ola bilməz. Söz mücərrəd bir varlıqdır da, düzdür. Mücərrəd şey aramızda necə olacaq? Yəni, burada da məcazilik var. Yəni, frazeoloji birləşmədir. Bunu da çıxırıq. Aradan götürmək ifadəsini mən tutaq ki, nə isə aradan götürdüm. Stulu, kitabı, dəftəri və s. Bir də var. Xaini aradan götürmək lazımdır. Cavab olacaq B variantı. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula bilər? O əvəzliyindən sonra vergül nə zaman qoyulur? İsmə əvəz etdikdə, düzdür? Yəni, hansı sualına cavab verdikdə vergül qoyulmaz. Baxaq görək. A bəndə. O tayda bir atlının meşəyə girib gözdən etdiyini gördü. Yəni, o tayda burada o ismə əvəz etməyib. Düzdür? Sual versə, hansı tayda? O tayda, bu tayda və s. Deməli, burada vergül qoyulmayacaq. O düz bir həftə idi ki, evə gəlmir, işdə gecələməli olurdu. Və burada o ismə əvəz edilib. Kim o? Amma orada vergül qoymayacaq. Niyə? Çünki düz nədir? Ədatdır. Yəni, köməkçi nüsxələrindən bağlayıcı, ədat gəldikdə vergül qoyulmur. B-ni də çıxdıq.
O evi təmir etdirməkdən ötürü gecə gündüz dayanmadan işləyir. Kim? O. Nə? Yəni nə üçün işləyir? Nə məqsədlə işləyir? Evi təmir etdirməkdən ötürü. Yəni burada baxın, ondan sonra vergül qoya bilərik. D bəndi. O çox sadə adamdır. Təmtəraqlı həyatdan uzaq qaçmağa çalışır. Yenə ismə vəz eləsə də çox ədat olduğu üçün vergül qoymayacağıq. O da gedəndən bəri evdə hər birimizin dincliyi pozulub. Da bağlayıcı olduğu üçün yenə vergül qoyulmur. Sualın cavabı olur C variantı. Bu cümlədə o əvəzindən sonra vergül qoyula bilər. Hansı cümlədəki ilk isim adlı halda işlənib? Əvvəlcə cümlələrdəki ilk isimləri müəyyənləşdirək. A bəndində çay, B-də mal, C-də qoyun, D-də balıq, Y-də saçları. İndi görək hansı adlı haldadır. Çay kənarında, çayın kənarında, yəni qeyri-məngəlik halda işlənmiş isimdir. Mal otaran naxırçılar boş səhəngi tapıb gətirirlər. Hansı naxırçılar? Malı otaran naxırçılar təsirli halda isimdir. Qoyun kəsib kasıblara paylayanlar da var idi. Qoyunu kəsib təsirli halda olan sözdür, yəni qeyri-məngəlik təsirli hal. Balıq qoxusu verən nəm havanı ciyərlərimə çəkdim. Balığın qoxusu, yəni qeyri-müəyyən yəlik hal. Onun qızılı saçları, onun saçları buradakı I mənsubiyyətdir və adlı haldadır. Cavabımız olacaq Y variantı. Hansı cümlədə sifət işlənməmişdir? A. Böyük əsərlər zəngin həyat təcrübəsinə malik insanların qələmindən çıxır. Böyük və zəngin. Bir də təcrübəsinə malik insanların. Bu cümlədə sifət var. Kitablar hər bir xalqın böyüklüyünün aynasıdır. Bu cümlədə sifət var? Xeyr. Sadə düşüncələr heç vaxt böyük nəticələrə gətirib çıxarmaz. Sadə, böyük. Cümlə tabesiz mürəkkəb cümləyə çevrilir. Necə cümlə? Tabesiz mürəkkəb cümlə sifətdir. Həmcins xəbərlər intonasiya ilə bağlanar. Hansı xəbərlər? Həmcins xəbərlər. Deməli, B bəndindəki cümlədə heç bir sifət işlənməyib. Yəni bu cümlədə sifət yoxdur. Cavabımız olur B. Cümlələrin birində mürəkkəb sözün əmələ gəlmə yolu fərqlidir. Bəndlərə nəzər salaq görək, hansı cümlədə mürəkkəb sözün əmələ gəlmə yolu digərlərindən fərqlidir. Qızları nəsə deyir, onlar da xısın-xısın gülüşürdülər. Xısın-xısın tərəflərindən biri və hər ikisinin ayrıqda işlənməyən sözün birləşməsinə yaranmış mürəkkəb söz. B bəndi. Uşaqlarınızı belə həlləm-qəlləm adamın yanına göndərməyin. Həlləm-qəlləm tərəflərindən biri və hər ikisi ayrıqda işlənməyən sözlərin birləşməsinə yaranan mürəkkəb söz. C bəndi. Paltarının ətəyi dolaşa-dolaşa tələsik qapıya doğru addımladı. Eyni sözün təkrarından yaranan mürəkkəb söz. D bəndi. Belə kələkötür yollara görə çox işlər görmək lazımdır. Kələkötür tərəflərindən birini və hər ikisinin ayrıqda işlənməyən sözün birləşməsinə yaranan mürəkkəb söz. Y bəndi. Xəbəri eşidən uşaqların hamısı matdım-matdım üzümə baxdı. Matdım-matdım tərəflərindən birini və hər ikisinin ayrıqda işlənməyən sözlərin birləşməsinə yaranan mürəkkəb söz. Və gördük ki, C bəndəki dolaşa-dolaşa sözü digərlərindən əmələ gəlmə yoluna görə fərqlənir. Cavab olur C bəndi. Hansı cərgədəki sözlərin hər ikisinin yazılışı səhvdir? A bəndi. Ucuzlaşdırmaq düzdür, təbaşir olmalıdır. Hər ikisi deyil. Servis ayrı, servis doğru. Kəlağayıdır, kəlağayı yox, kəlağayı. Bu səhvdir, bu düzdür. Hər ikisini soruşur. Ruhani yox, ruhani. Vəsfi hal olmalıdır. Bax, hər ikisi səhvdir. Kitab düzdür, lövhə olmalıdır. Biri səhvdir. Xaloğlu yox, xala oğlu olmalıdır. Biri səhvdir. Yəni, hər ikisinin yazılışı səhv olduğu C bəndi. Cavab olur C. Mətnin əsas ideyalarından biri budur ki, qərarlar, gəlin görək, nöqtələrin yerinə hansı bənddəki fikri yaza bilərik. Ümumiyyətlə, mətni diqqətlə oxuyursunuz. Yəni, bir dəfə oxudunuz, çatmır, ikinci dəfə oxuyun diqqətlə. Yəni, vaxt gedər, getməz deyə narahat olmayın. Çünki bu vaxt sizin xeyriniz üçündür. Yəni, daha da diqqətli cavab vermək üçün. Bəndlərə nəzər salaq görək, biz nöqtələrin yerinə hansı fikir yaza bilərik. Mətnin əsas dilindən biri budur ki, qərarlar sadəcə texnikanın verdiyi imkanlara əsaslanmalıdır. Xeyr, görürük ki, bəli, tırtıllı traktor buradan bu Nurbek deyir ki,
O tırtıllı traktorda, təkərli traktor deyil. Niyə qorxursunuz? Bu tırtıllı traktor elə inişləyir ki və s. Amma Trofimov təcrübəli olduğuna görə bilir ki, təhlükəli yerdir. Yəni sadəcə texnikanın verdiyi imkanlara əsaslanmalıdır. Xeyr, cavabı səhvdir. Yalnız səlahiyyətli şəxslər tərəfindən verilməlidir. Xeyr, çünki Trofimov təcrübəlidir. 20 ildən çox yəni onun təcrübəsi var. Daha çox çətin yerlərdə işləyib və bilir ki, harda işləməli olmaz. Ona görə də B bəndəki fikir səhvdir. Çətinliklərə meydan oxumağın sübutu olmalıdır. Əlaqəsiz bir cavabdır. Çox saylı mübahisələrdən sonra ortaya çıxmalıdır. Yəni burada mübahisə eləyirlər, amma şərt demək deyil ki, illa da mütləq mübahisə olmalıdır. Bu da səhvdir. Cavab imkanları nəzərə alaraq müəyyən edilməlidir. Baxın, əsl cavab budur. Niyə? Çünki Nurbek ilə Trofimovun arasındakı müzakirə, mübahisə nə üstünə gedir? Bəli, yerlərin nədir? İmkansız olduğuna görə. Yəni maillik çox dik olduğu üçün hətta Jumas da nə deyir? Bura çox təhlükəli yer olduğunu vurğulayır. Yəni imkanları nəzərə alaraq qərarlar qəbul edilməlidir. Yəni Nurbek nəzəriyyəni yaxşı bilir, bilir ki, tırtıllı traktorlar yaxşı işləyir, yaxşı dırmaşır. Amma şərait, imkan buna uyğundurmu? Bax, qərar bununla əsasən alınmalıdır. Nöqtələrin yerinə yaza biləcəyimiz cavab Y bəndəki fikir budur. İmkanları nəzərə alaq müəyyən edilməlidir. Cavab olur Y. Mətndə ifadə olunmuş əsas problem nədir? Ümumiyyətlə, mətni oxumuşuq. Mətndə aydınlaşdıraq görək nədən danışılır. Problem nədir? Gənc mexaniklə təcrübəli Trofimov və işçilər arasındakı mübahisədən söhbət gedir. Düzdür? Bəli, işçilər deyir ki, bəli, bu təpədə işləmək olmaz. Amma Nurbek nə deyir? Deyir ki, xeyr, tırtıllı traktor çox şeyin öhdəsindən gələ bilər. Amma Trofimov nə deyir? Mən səndən təcrübəliyəm, həyatımda çox təhlükələr görmüşəm və s. Yəni, yaşlı nəsil, yəni 20 illik nədir, təcrübəsi var. Amma Nurbek isə cavandır. Düzdür? Bəli. Buradan da biz belə nəticəyə gələ bilərik ki, təcrübəyə əsaslanan yaşlı nəsil və biliyə əsaslanan gənc nəsil arasında qarşı durma. Bax, bu mətndə ifadə olunmuş əsas problem budur. Yəni, Trofimov kimi yaşlı bir nəslin təcrübəli nümayəndəsi ilə gənc, təcrübəsiz Nurbek arasındakı yəni yersiz adlandırdığımız mübahisədən gedir, qarşı durmadan gedir. Sualın cavabı olur D variantı. Mətnin məzmunu ilə bağlı yanlış fikirləri müəyyən edin. İşçilər Trofimovun mövqeyini dəstəkləyərək Nurbeki tək qoydular. Bəli. Sonda fikir verin və son hissələrdə bu nəticəyə gələ bilərik. Əsəbalot mexanika yaxınlaşır, öz alanda qəfildən üzünü döndərib getdi. Trofimova baxıb başqaları da oradan uzaqlaşdılar. Nurbek tək qaldı. Bu doğru fikirdir. Doğru fikirlər olan bir olan bəndləri çıxdıq. Nurbek işçilərin tərəddüdünü zəiflik və qorxaqlıq kimi qiymətləndirir. Siz hamını qorxaq öyrətmişsiniz. Bu fikrə əsasən deyə bilərik ki, bu doğru fikirdir. 2 olan bəndləri də çıxdıq. Trofimov sözünə ciddi yanaşılmadığını görüb işdən çıxmaq qərarı alır. Xeyr, Trofimov işdən çıxmaq qərarı almır. Sadəcə mübahisədən uzaq düşmək üçün oradan uzaqlaşır. Yəni işdən çıxmaq söhbəti mətndə yoxdur. Nurbek qərarının müzakirə olunmasına dözümsüz münasibət göstərir və çünki nədir? Onlara qarşı əsəbləşir. Yəni onlarla normal söhbət eləmir. Onları aşağılayır. Yəni siz qorxaqsınız, siz beləsiniz və s. deyir. Bu da doğru fikirdir. Cavabımız olur yalnız 3C bəndi. Mətndə çərçivə içərisində verilmiş ifadənin qarşılığı işlənmiş cümlələri müəyyən edin. Çərçivə içərisində işlənmiş cümlə bu artıq həddini aşmaq idi. Yəni ağ eləmək idi, cızğından çıxmaq idi və s. Baxaq görək hansı cümlələrdə bu ifadənin yaxın mənalı qarşılığı nədir? İşlənmişdir. Qarşılıq yaxın mənalıq demək, yəni antonim, əks mənalıq demək deyil. Ərzağı çəkərkən onun ağ elədiyini görür, həddini aşdığını görür. Amma dinmirdi. Bax, bunu cavab kimi götürürük. Harada bir var onu saxlayırıq, digərlərini çıxırıq. Sizdən xahiş edirəm, mənimlə danışanda sərhədi keçməyin, həddinizi aşmayın. Bu da 2 olan bəndlərdə saxlayırıq, digərlərini çıxırıq. Cavabımız avtomatik çıxdı, B variantı. Siz yəni
narahat olmadan cavab beyni qaralayırsa. Amma biz yenə də oxuyaq görək. Bu günlərdə qardaşıma heç nə deyə bilmirəm. Tez özündən çıxır. Həddindən başqa özündən çıxmaq əsəbləşmək deməkdir. Son günlər yerə göyə sığmır. Üzündən təbəssüm əski olmurdu. Yəni yerə göyə sığmama sevincindən yerə göyə sığmır. Burada həddini aşmaq demək deyil. Münasibətlərimiz çox uzağa getmədən, həddini aşmadan onun iç üzünü öyrəndim. 5-də cavabımızda cavab olur B variantı. Mətnə görə liderlik üçün aşağıdakı xüsusiyyətlərdən hansı daha vacibdir? Ümumiyyətlə, burada görürsünüz ki, Nurbeki niyə qulaq asmırlar, niyə onunla razılaşmırlar, niyə Nurbekin fikirlərinə hörmət qoymurlar? Çünki Nurbek qarşındakı insan nə edir? Qulaq asmır, onları aşağılayır, onları tənqid edir, onları qorxaq adlandırır. Yəni, lider olmaq üçün nə etmək lazımdır? Gərək qarşındakı insanla ümumiyyətlə danışmağı bacarasan, ünsiyyət qurmağı bacarasan. Necə hörmət görmək istəyirsənsə, qarşındakına o cürə hörmət qoymalısan. Yəni, Nurbekin hərəkətləri özünü ancaq üstün tutur, vəzifəcə üstün tutur, amma halbuki görür ki, bəli, işçilər, yəni real vəziyyəti dəyərləndirən işçilər sənin heç bir vəzifəcə üstünlüyünə fikir vermirlər. Yəni, səninlə razılaşmırlar, çıxıb gedir. Bəlkə də Nurbek onlarla fərqli davransaydı, ortaq məxrəcə gələ bilərdilər, yəni yoxlaya bilərdilər. Amma Nurbek elə hərəkət edir ki, onlar Nurbekin dediyini eləmirlər. Yəni buradan da əsas nəticədə saxlayaq ki, mətnə görə liderlik üçün aşağıdakı xüsusiyyətlərin hansı daha vacibdir? A bəndi vacibdir ki, insanlarla ünsiyyət bacarığı olmalıdır. Yəni, insanlarla doğru düzgün danışmaq lazımdır. Qarşındakı insanı tənqid eləmək, təhqir eləməyə ehtiyac yoxdur. Məsələn, güclü xarakter və sərtlik lazım deyil. Sürətli qərar vermə bacarığı mətnə görə xüsusiyyət deyil, vacib deyil. Risk etmə qabiliyyəti mətnə görə vacib deyil. Tənqidlərə yol verməmək mətnə görə də nədir? Vacibdir. Əsasən insanlarla ünsiyyət var. Yəni tənqid eləyə bilərsən, amma dediyim kimi təhqir eləyə bilməzsən. Yəni burada da görürsünüz ki, tənqiddən daha çox təhqirə keçir. Yəni siz hamınız qorxaqsınız, sizi qorxaq öyrədiblər, əlinizi əlinizin üstünə qoyursunuz və s. və s. Bu yəni tənqid deyil. Yəni tənqid nədir? Gördüyün işdə qüsur görərsənsə, bunu tənqid eləyərsən. Bax, bunu belə eləməmisiniz, belə eləmək lazımdır. Bu nə edir? Birbaşa əks süzmək. Yəni insanlarla ünsiyyət qurmağı bacarmır. Yəni tənqid eləyə bilərsən, amma qəlb qırmadan tənqid. Burada isə qəlb qırmadan nədir? Təhqirlərə keçib. Yəni cavab A bəndi olacaq. Mətnə görə cədvəl tamamlayın. Bizə səbəb-nəticə cədvəli verilib. Gəlin verilənlər əsasında cədvəlin boş xanasına hansı fikirlərin yazılacağını müəyyənləşdirək. Nəticəsi də verilib ki, Trofimov traktor işə salmaqdan imtina edir. Bax, bu hissədən biz bunu müəyyənləşdirə bilərik. Bu hissəyə baxın. Gözləyirdik ki, ya siz ya da aqronom gəlsin, məsləhətləşək. Maşını hərəkətə gətirməyə relyef imkan vermir. Dağətəyi çox dikdir. Özünüz baxın, görün necə enişdir. Traktor aşa bilər, insanlara bada verərik. Fikir verin, traktor hansı malik üzrə dayanıb. Bax, bu fikirlər əsasında biz bu səbəb hissəyə müəyyən fikirlər yaza bilərik. Məsələn, Trofimov relyefin imkan vermədiyini deyir. Relyefin imkan vermədiyini deyir. Bunu yaza bilərik. Sonra traktoru hərəkətə gətirməyin təhlükəli olduğunu vurğulayır. Traktorun aşa biləcəyini insanlara bada verərək deyə düşünür. Bax, bu kimi fikirlər yazıb səbəb hissəsini doldura bilərik. Keçir indi nəticə hissəsi. Nurbek Trofimovu sərt şəkildə tənqid eləyir. Bunun nəticəsində nə olur? Bəli, Nurbekin Trofimovda nə edir? Deyir ki, bu hissələrdə fikir verin. Əgər qorxacaqdınsa, oturardın evində. Bax, sərt şəkildə artıq tənqid edir. Nurbek dişlərini qızaraq dilləndi. Xam torpaqlara qorxaqlar gərək deyil. Siz deyin, Trofimov, bizi bura nə üçün göndəriblər? Və s. Bax, bu hissəyə sonra cavab baxın. Yox, mexanik. Trofimov etiraz etdi. Ağıllı hərəkət etmək lazımdır. Özümüzü təhlükəyə atmamalıyıq. Bu çox ciddi məsələdir. Bu hissələrə görə Trofimovu biz bu hissəni tamamlaya bilərik.
Trofimov əsəbləşir. Məsələn, Nurbek Trofimovu sərt şəkildə tənqid eləyir, Trofimov əsəbləşir yaza bilər. Yəni bundan sonraki hadisələr zaten onu göstərir. Trofimov əsəbləşir. Bunu qeyd edə bilərik. Nurbekin dediklərini qəbul etmir. Nurbekin dediklərini qəbul etmir və ona cavab qaytarır. Və ona sərt cavab verir. Sərt cavab verir. Bax, siz cavab kağızında cədvəldən kənara çıxmayın. Mən sadəcə burada cavabı qeyd eləmək üçün olurum. Çünki burada yer yoxdur. Sonra məsələn, üzünü döndərib getmək qərarı alır. Üzünü döndərib hadisə yerindən çıxıb gedir. Hadisə yerindən uzaqlaşır. Yerindən uzaqlaşır. Bax, bu kimi fikirlər yazıb, bu sualı bu şəkildə tamamlaya bilərik. Mətndəki hadisələrə əsasən cədvəli doldurun. Təqdirə layiq haldır, xoşa gəlməz haldır. Gəlin indi mətn əsasına görə hansı fikirlər təqdirə layiqdir, hansı fikirlər xoşa gəlməz haldır. Yəni Nurbekin davranışı xoşa gəlməzdir. Bura Nurbeklə bağlı bir şey yazacaqsınız. Nurbek. Bura isə Trofimovla bağlı. Trofimov və yaxud da işçilərlə bağlı. Yəni özünüz mətni oxumusunuz, görmüsünüz də. Nurbek gəncdir, daha da belə, yəni özündən yaşlı fərq qoymur da, tənqid edir hamını. Amma Trofimov nədir? İşə ehtiyatla yanaşır, təcrübəsinə əsaslanır. Yəni böyüklüyünü qoruyur, Nurbeklə hətta belə davaya belə çıxmır. Düzdür, bax, biz Trofimovun işlərini təqdirə layiq kimi qiymətləndirəcəyik, amma Nurbekin isə xoşa gəlməz kimi qeyd edəcəyik. Məsələn, Trofimov təhlükəsizliyə önəm verir. Trofimov təhlükəsizliyə önəm verir. Təhlükəsizliyə önəm verir. Önəm verir. Düzdür, niyə? Çünki burada deyir, traktor aşa bilərik, insanları bada verə bilərik. Yəni bu təhlükəli vəziyyəti hiss edib qabaqcadan tədbir görür və bunu qeyd edə bilərik. Sonra işçilərin həyatını düşünür. İşçilərin həyatını düşünür. Yəni insanları bada verərək deyir. Düşünür. Bax, bu kimi xüsusiyyətləri verdik. Sonra məsəl üçün öz hisslərini, emosiyalarını idarə edə bilir. Öz hisslərini idarə etməyi bacarır. Yəni Nurbeklə dil ötmür da. Sonda əsəbi halda mexanik yaxınlaşır, bir təhər özünü ələ alır və qəfil özünü döndərib gedir. Bax, burada öz hisslərini idarə etməyi bacarır kimi fikirlər qeyd edə bilərik. İndi gəlirik xoşa gəlməz hal olan Nurbekin davranışları. Yəni işçiləri Nurbek. İşçiləri qorxaq adlandırır. Ya bu xoşa gəlməz haldır. Nurbek başqalarının fikrinə hörmət etmir. Nurbek başqalarının, işçilərin yanı fikrinə hörmət etmir. Bax, bunu qeyd edə bilərik. Sənin mübahisəni daha da gərginləşdirir. Daha da gərginləşdirir və s. Sonra sonda tək qalması özü belə xoşa gəlməz haldır. Bax, buna uyğun fikirlər yazıb suala cavablandıra bilərik. Mətnə əsasən cədvələ uyğun fikirlər yazın. Nurbekin həyat amalı, Trofimovun həyat amalı. Mətni oxumuşuq diqqətlə və biz hər kəsin, yəni hər iki surətin, obrazın, davranışlarına əsasən bunların həyat amalarını müəyyənləşdirək. Nurbekin həyat amalını belə yaza bilərik ki, çətinliklərdən qorxmur, onlara qarşı mübarizə aparmır. Məsələn, Nurbekin həyat amalı çətinliklərdən qorxmamaq, onlara qarşı mübarizə aparmaq. Bunu qeyd edə bilərik. Riskə baxmayaraq işi yerinə yetirmək. Bax, bunu qeyd edə bilərik. Sonra
Əmr və göstərişlərinə etirazsız əməl olunmasını tələb etmək və s. Bu kimi fikirlər yazıb Nurbekin həyat amalını cavablandıra bilərik. İndi keçirik cədvəlin digər xanasına. Trofimovun həyat amalı. Trofimovun həyat amalı təcrübəsinə əsaslanaraq ehtiyatlı qərarlar verməkdir. Təcrübəsinə əsaslanaraq ehtiyatlı qərarlar vermək. Sonra təhlükəsiz və sağlam düşüncə ilə hərəkət etmək. Təhlükəsiz və sağlam düşüncə ilə hərəkət etmək. Bu kimi qeyd edə bilərik. Sonra həyatı və insanları riskə atmamaq və s. Belə fikirlər də yazıb Trofimovun həyat amalını müəyyənləşdiririk. Yəni hər iki tərəfə bu şəkildə cümlələr yazıb sualı cavablandıra bilərik. Altından xətt çəkilmiş ifadənin mənasını izah edin. Altından xətt çəkilmiş ifadə traktor aşa bilər, insanları bada verərik. Bu hissədə. Bada vermək, hədər etmək, tələf etmək, ölümə vermək, məhv etmək, bu kimi mənalar ifadə edir. Qeyd edək, bəli. Məhv etmək, tələf etmək. Sonra qeyd edə bilərik, məsələn, insanları ölümə vermək və s. Bu kimi cavablar yazıb sualı cavablandıra bilərik. Mətnə əsasən müqayisə edin. Biz Nurbek və Trofimovu mətn əsasında müqayisə eləyək. Məsələn, Venn diaqramının sol tərəfində Nurbeklə bağlı xüsusiyyət yazmalıyıq, sağ tərəfə Trofimovla bağlı, bura isə hər ikisi ilə bağlı xüsusiyyətlər yazmalıyıq. Məsələn, qeyd edə bilərik ki, nəzəri biliklərinə güvənir. Nurbek nəzəri biliklərinə güvənir. Bunu qeyd edə bilərik. İşin dayandırılmasını qəbul etmir. Bunu qeyd edə bilərik. Risk etməyə meyillidir və s. Bu kimi xüsusiyyətlər yaza bilərik. İndi Trofimova yazaq. Məsələn, müzakirə edərək qərar verməyə çalışır. Soyuqqanlı və təmkinlidir. Məsələn, komandanın maraqlarını düşünür. Yəni, işçilərin maraqlarını düşünür və s. İndi ortaq xüsusiyyət yazmalıyıq. Hər ikisi öz fikirlərinin doğru olduğuna inanırlar. Məsələn, qeyd edə bilərik ki, hər ikisi öz fikirlərinin doğru olduğuna inanır. Sonra mübahisə zamanı öz mövqelərini müdafiə edirlər. Mübahisə zamanı öz mövqelərini müdafiə edirlər və s. Baxın, ortaq xüsusiyyət yazanda hər ikisi işçidir, hər ikisi belə şeylər çalışın yazmayın. Əsasən əməllərindən nədir? Çıxardığınız fikirləri bura qeyd edin. Bax, hər xanaya da bu şəkildə fikirlər yazıb sualı cavablandıra bilərik. Ağ yelin dənli bitkilərə ən çox sümbürləmə və ya çiçəkləmə fazasını təsir etməsinin əsas səbəbi nədir? Bu sualın cavabı son abzasdadır və diqqət edək bura. Bu hadisə dənli bitkilərə ən çox sümbürləmə və ya çiçəkləmə fazasına təsir edir. Bu onunla izah olunur ki, baxılan inkişaf fazalarında ağ yeli vaxtı yuxarıda yerləşmiş cavan yarpaqlar suyu və qida maddələrini daha tez mənimsəyir. Deməli, bunun əsas səbəbi nədir? Gənc yarpaqların suyu və qida maddələrini daha tez mənimsəməsi. Cavab olur C variantı. Mətnə görə uyğunluğu müəyyən edin. Mətndə bu haqda məlumat var, mətndə bu haqda məlumat yoxdur. Oxuyaq görək. Ağ yel ən çox kök sisteminə zərər verir. Mətndə daha çox yarpaqlardan danışıldığı üçün, burada cavan yarpaqlar suyu və qida maddələrini daha tez mənimsəyir. Yəni, bu haqda mətndə məlumat yoxdur.
Ona görə də biz bunu yazırıq ikinci hissəyə. 2A. Ağ yelin intensivliyi müxtəlif dərəcələrə bölünür. Baxın, 4-cü abzasda fikir verin. Onları intensivliyinə görə zəif, orta, intensiv və çox intensiv qradasiyalara ayrılır. Bunu deməli, mətndə baxdı, məlumat var deyib 1-ə yazırıq. Ağ yel bitkilərin vegetativ hissəsinə ciddi ziyan vurur. Yenə həmin abzasda, 4-cü abzasda fikir verin. Çox intensiv yellər bitkilərin vegetativ hissəsini güclü zədələyə bilər. Mətndə baxdı, məlumat var deyib yazırıq 1-ə. Ağ yelin təsiri bəzən meşə bitkilərində də hiss olunur. Bu haqda mətndə məlumat yoxdur. Ona görə də bunu yazırıq bura. Ağ yel kənd təsərrüfatı məhsullarını aşağı salır. Bax, 1-ci abzasda belə cümlə var. Nəticədə kənd təsərrüfatı bitkilərində öldürücü ziyan dəyər məhsuldarlıqlar aşağı düşür. Bu da mətndə məlumat var. 1BCY 2AD doğru cavab olur B bəndi. Mətnə görə cümləni tamamlaya biləcək fikri müəyyən edin. Ağ yel əsdiyi zaman bitkilər zədələnir. Çünki bax, ilk abzasda ağ yellərdə belə kompleks amillər yüksək buxarlanmaya səbəb olur ki, bu da bitkilərin su balansının pozulmasına gətirib çıxarır. Buradan da belə nəticəyə gələ bilərik ki, ağ yel əsdiyi zaman bitkilər zədələnir. Çünki bitkilərin orqanizmində su balansı pozulur. Cavab olur C variantı. İzahlardan biri mətndə altından xətt çəkilmiş heç bir ifadəyə aid deyil. Bir-bir qeyd eləyək, sözləri müəyyənləşdirək, görək hansı izah mətndəki sözlərdən hər hansı birinə aid deyil. Cəmiyyətdə və təbiətdə hər hansı prosesin inkişafında ayrıca bir mərhələ. Bu, mətndə altından xətt çəkilmiş faza sözü, yəni çiçəklənmə mərhələsi, çiçəklənmə dövrü. Faza sözünün mənasıdır. B. Bir şeyin, hadisənin cəryan etdiyi əsas şərait, mühit, vəziyyət, imkan. Bu da fon sözü. Yüksək temperatur fonunda, vəziyyətində, şərait mühitində və s. Buraya yazırıq fon. Qanunsuz olaraq başqasının malına, puluna və sahiblənmə, yiyələnmək. Burada mənimsəmək sözü var. Baxın, suyu mənimsəyir. Sonda. Amma bu o maddə ilə, belə deyək ki, o məna ilə bağlı işlənməyib. Düzdür, sadəcə yarpaqlar suyu və qida maddəni daha tez qəbul edir, daha tez özlərini çəkirlər və s. D. Bir şeyin müqayisələ kəmiyyət səviyyəsi, o dərəcə deməkdir, dərəcə sözünün mənasıdır. Uyğunsuz səviyyəsindən asılıdır, dərəcə. Y bəndi hər hansı prosesin, fəaliyyətin bir-biri ilə bağlı olan göstəricilərinin nisbətidir. Bu da balans deməkdir. Su balansının pozulması. Balans. Biz bu nəticədən göstərə bilərik ki, C bəndindəki izah mətndəki heç bir sözə aid deyil. Cavab olur C bəndi. Bir neçə gün ardıcıl davam edən ağ yellər bitkilər üçün böyük təhlükə yaradır. Cümləsi hansı rəqəmin yerinə artırılaraq mətni genişləndirə bilər? Bu, ağ yellərin belə deyək ki, intensivliyi ilə bağlı olan bir cümlədir ki, bu haqda da məlumat, bax, bu 4-cü abzasda gedir. Burada fikir verin. Bununla bərabər o, ağ yellərin aqrometeoroloji göstəricilərini müəyyənləşdirmiş, onları intensivliyinə görə zəif, orta, intensiv və çox intensiv qradasiyalara ayırmış və yuxarıda adı çəkilən dərəcələrini qiymətləndirmişdir. Məsələn, çox intensiv yellər bitkilərin vegetativ hissəsini güclü zədələyə bilər. Sonra qeyd edə bilərik ki, bir neçə gün ardıcıl davam edən ağ yellər bitkilər üçün böyük təhlükə yaradır. Biz bunu bax, bu hissəyə artırıb mətni genişləndirə bilərik. Cavab olur D bəndi. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazın. Nöqtələr buradadır. Oxuyaq. Zədələnmələr yarpaqların solmasında, saralmasında, qurumasında və xırda dən hissələrin yaranmasına özünü göstərir, qeyd edə bilərik. Göstərir. Və yaxud da biruzə verir. Özünü göstərir və ya özünü biruzə verir. Özünü biruzə verir və s. Bu şəkildə cavablar yazıb nöqtələrin yerini doldura bilərik. Ağ yel hansı meteoroloji şərtlər altında yaranır? Bax, mətnin ilk cümləsi bu sualın cavabıdır.
Ağ yel mürəkkəb meteoroloji hadisədir və havanın aşağı nisbətinin 30%-dən aşağı, 30%-dən aşağı az, 30%-dən az, havanın yüksək temperaturunun küləyin böyük sürətinin birgə təsiri ilə xarakterizə olunur. Buradan qeyd edə bilərik ki, biz ağ yel havanın nisbi rütubəti, bax qeyd edə bilərik. Havanın nisbi rütubəti 30%-dən aşağı, 30%-dən aşağı, sonra temperatur yüksək və küləyin sürəti güclü olduqda yaranır. Bəli, bu sualın cavabı bu şəkildə. Yəni ilk cümlədən bu nəticəni çıxarırıq ki, havanın nisbi rütubəti 30%-dən aşağı, temperaturun yüksək, küləyin sürətinin nədir? Güclü olduqda bu şərtlər əsasında yaranır. Ağ yelin bitkilərə zərərini əks etdirən bir əlamət yazın. Bax, son abzasda fikir verin. Zədələnmələr yarpaqların solmasında, saralmasında, qurumasında və xırda dən hissələrin yaranmasını özünü göstərir. Yaza bilərik ki, buranın, məsələn, bizdən bir əlamət seçir, yazaq. Yarpaqların solması. Yarpaqların solması. Bunu yazsızda kifayət eləyir. Amma əlavə mən deyim ki, məsələn, yarpaqların saralması. Sonra məsələn, quruması qeyd edə bilərik. Quruması. Sonra xırda dən hissələrinin yaranması. Xırda dən hissələrinin yaranması. Bax, sizdən cavabda bir əlamət istəyir. Mən bu dördündən hər hansı birini yazsanız kifayət eləyir. Yəni, əlavə şeylər yazsanız içərisində səhv, xətalı cavablar ola bilər deyə tam cavab ala bilməzsiniz. Yəni, bizdən bir əlamət istəyirsə, yəni düzgün variant yazaraq sualı bu şəkildə cavablandıra bilərik. Əlavə fikirlərə ehtiyac yoxdur. Mətndə tünd qara hərflərlə verilmiş cümləyə əsasən cədvəli doldurun. Cümlə budur. Ağ yellər vaxtı bitkilərin zədələnməsinin əsas səbəbi onların orqanizmində su balansının pozulmasıdır. Bu cümlədən məcazi mənalı sözü tapırıq və həmin sözü həqiqi mənada işlətməliyik. Bu cümlədə məcazi mənalı söz pozulmasıdır. Yəni, pozulma sözü bilirik nədir? Nəyisə yazdığın bir şeyi pozursan, çəkdiyin xətti pozursan və s. Bəli, burada su balansının pozulması, yəni uyğunsuzlaşması məsələsidir. Ona görə burada qeyd edirik pozulması sözü və bunu həqiqi mənada işlədirik ki, məsələn, lövhədə yazdıqlarımı sildim, pozdum mənası. Sonra çəkdiyim xətt pozuldu. Məsələn, çəkdiyim xətt pozuldu. Bax, bu şəkildə həqiqi mənada fikirlər yazıb suala cavablandıra bilərik. Mətnə əsasən ağ yel elmi araşdırma obyekti olmuşdur. Hökmünü sübut edən fakt yazın. Biz, baxın, 2-ci və 3-cü abzasda 2 alimin adı çəkilir. Məsələn, Rus alimi Kaminski 1934-cü ildə ağ yeli belə xarakterizə etmişdir. Ağ yel elə bir yeldir ki, bu vaxt nisbətən yüksək temperatur fonunda heç bir müşahidə müddətində havanın nisbi rütubəti 50%-dən yuxarı qalxmır. Və ya 1966-cı ildə Rus alim Suberbillerin tədqiqatları göstərmişdi ki, bitkilərin ağ yellərdən zədələnməsinin səbəbi onun su təminatı ilə mümkün buxarlama arasındakı uyğunsuzluqdur. Bax, hər iki alimin apardığı tədqiqatlar, bəli, ağ yelin elmi araşdırma obyekti olduğunu əsaslandırır. Burada qeyd edə bilərik ki, biz birinci, bəli, 1934-cü ildə Rus alimi Kaminski ağ yel haqqında belə qərara gəlmişdir. Ağ yel haqqında belə demişdir. Bu hissəni
qeyd edə bilərik bu formada və ya yəni bu fikri yazırız və ya bunun yerinə, yəni bu olmasa bunu da yaza bilərik. 1966-cı ildə yenə Rus alimi Suberbillerin tədqiqatları göstərmişdir ki, bitkilərin ağ yellərdən zədələnməsinin səbəbi onun su təminatı ilə mümkün buxarlanma arasındakı uyğunsuzluqdur. Bax, bu cümlələri yaza bilərik. Və ya alimlərin adını yazsaz kifayət edir ki, bəli, Rus alimi Kaminskinin tərəfindən araşdırma obyekti olmuşdur və yaxud da Rus alimi Suberbillerin araşdırma obyekti olmuşdur. Bu kimi cavablar yazaraq sualı tamamlaya bilərsiniz.